təqib edirsinizsə görmürsünüz 63 yaşında xəstəmiz ana oldu, 59 yaşında xəstəmiz ana oldu, 58 yaşında ana oldu, 60 yaşında bir dənə hamiləmiz var, 61 yaşında yaxın vaxtda doğulacaq olan bir xəstəmiz var. Bunlar necə olur? Yenə də bizim məntiqimiz çox sadədir. Biz ana bətninin, yəni ana orqanizminin nazı ilə oynamamız lazımdır. Necə olur? Proses əsnasında illər keçdikcə həmin o uşaqlıq büzüşür. Bütün orqanlarımız kimi, bütün əzələlərimiz kimi, bütün dərimiz kimi. Biz metroplastika dediyimiz əməliyyatlarla ehtiyac duyan xəstələri histeroskopik olaraq onları genişləndiririk. Və 90%-də sadəcə bir seansda biz bu yetərli genişliyi əldə edirik və transferimizi edirik. Nəticələr də ortadadır. Yəni, haqlısınız, büzüşmüş bir sahəyə, yəni yaşlanmış, artıq işıqları bağlayıb çıxmış bir otağa təzədən biz qonaq gətiririk, kimisindən olmur, biz işıqları yandırırıq, otağı təmizləyirik, onun başını 1-2 ay boyunca dərmanlarla əslində sən cavansan, yanlışlıqla aybaşdan kəsilmirsən deyirik və tam hazır olduqdan sonra transferimizi edirik. Yəni, bir növ yenə də onun nazı ilə oynayıb, onu təzədən normal, bəli, cavanlaşdırma deməyək, genişləndiririk və oradakı əslində komplikasiya çox önəmlidir. Bu niyə çox önəmli sualdır? Sualdan sual doğulur çünki burada. Baxın, siz ora uşağı qoyanda, dar bir yerə uşağı qoyanda, sağlam belə olsa, bilmədiyimiz, baxın, qıraqda nə qədər hər şeyi bilir kimi görünsək də, bilmədiyimiz bir sürü mövzu var. Basınc faktorudur. İşte, o uşaq orada durmaq istəmir. Bunu necə ölçə bildiyini bilmirik. Bax, balaca bir embrion qoyursan, dar sahə olduğunda o uşaq orada durmaq istəmir. Yəni, o sahənin %1-i boyundadır. Deyək ki, bir yerə dəydi, düşdü, elə bir şey yoxdur. Amma o darlıq onu əngəl törədir. Biz məhz histerosalpingografiyalarla həmin o uşaqlığın boyunu ortaya qoyuruq. Ondan sonra müdaxilələri də genişləndirməni əldə elədikdən sonra uyğundursa transferimiz edirik. Çünki onlar dəyərli bəbəklərdir. Yəni, o qadını bir daha biz 30 yaşına döndürüb yumurtasını toplaya bilmədiyimizə görə hər şeydən tam əmin olduqdan sonra biz bu işləri görürük. Burada da Türkiyə ilə aramızda bir fərq çıxır ortaya. Mən bunu həmişə vurğulayıram. Azərbaycanda biz süni mayalanma həkimlərinin sadəcə bir haqqı var, dostlar. Yəni, vətəndaş əziyyətlə pul qazanır, hamımız o toplumun üyəsiyik. Kredit çəkir, onu edir, bunu edir. Gəlin yoxlayaq, alınmasa bir də bunu edərək demə şansımız yoxdur. Yəni, sırf bizim mərkəzdə çox az xəstə qrupu var ki, ikinci dəfə biz ona süni mayalanma edəyək. Adətən, birinci süni mayalanmada tutması gərəkməsi üçün nə gərəkirsə hamısını eləyib, həkimlik heç bir şey qalmadıqdan sonra biz prosedurlar edirik. Ona görə, keçən ayki statistikamızı mən sizinlə paylaşmaq istəyirəm. Ağırlıq çünki həkimdir burada, ona görə bir sakınca görmürəm. 74%. 100 xəstədən 74-ü hamilə qaldı. Yəni 100 süni mayalanmamızın 74-ü hamilə qaldı. Türkiyədə biz... Yox, bunu... Dostlar, bunu alqışlayın deyə demirəm. Baxın, bu işi ciddi görən 3-5 nəfər var zaten ölkədə. Hamımızın elədiyi şeylər də eyni şeylərdir. Biz orada fokus göstərmirik. Ya da biz orada biz yaxşıyıq, hamı pisdir demək deyil bu. Sadəcə seçim əsnasında çox diqqətli davranırıq. Yəni, hansı xəstəyə süni mayalanma eləmək lazımdır? Bunu Türkiyədə mən Acıbadəmdə işləyəndə 55% idi başarı oranı. Bu da qəbul edilə bilən bir başarıdır. 50-60% arasında zaten qəbul edilir. Niyə orada 55 idi, burada 75-də eyni adamam? Çünki burada daha diqqətli davranırıq. Yəni, vətəndaşın sadəcə bir haqqı var. Türkiyədə dövlət dəstəkləyir. Yəni, vətəndaş daha rahat bir şəkildə süni mayalanma edir. Burada da vətəndaşı qoruyuruq. Orada deyirik ki, məsələn, bəlkə bir əməliyyatdan qorumuş olarıq. İşte, histeroskopiya lazım deyilsə, tutmazsa histeroskopiya ilə edib süni mayalanmamızı eləyərik. Amma Azərbaycanda elə deyil. Azərbaycanda hər şeyimizi eləyib, uşaqlığın içinin genişliyindən əmin olub, ondan sonra bu işləri görürük.